Mənsum İsrafiloğlu İbrahimov 1 oktyabr 1960-cı ildə Ağdam rayonunda anadan olub. Çox uşaqlı ailədə dünyaya gələn Mənsum kənd uşaqları ilə birlikdə yaxındakı meşədə quzu otarar, ağaca çıxıb nəğmələr ifa edərdi. Onun bu məharətinin sorağı müəlliminə çatdıqdan sonra balaca Mənsum tədbirlərdə mahnılar ifa edir. Televiziyada yayımlanan baş rollarını xalq artistləri Arif Babayev və Zeynəb Xanlarovanın canlandırdığı Leyli və Məcnun operasını izləyən yeniyetmənin o gündən ən böyük arzusu bir gün Məcnun rolunu ifa etmək olur. Amma o, məhz Zeynəb Xanlarovanın canlandırdığı Leylinin Məcnunu olmaq istəyir. Səsinin sorağı kəndə yayılan yeniyetmə hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Bakıya üz tutur. O, 1982-1987-ci illərdə o vaxtki Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif fakültəsində təhsil alır. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunan muğam müsabiqəsi keçirilir. Müsiflər heyətində əyləşən xalq artistləri Şövkət Ələkbərova, Gülağa Məmmədov və Nəriman Əliyevin yekdil qərarı ilə Mənsum İbrahimov birinci yerə layiq görülür. Bu, onun həyatında böyük dönüş nöqtəsi olur. Beləcə, gənc Mənsum 1985-ci ildə birinci dəfə dövlət televiziyasında çıxış edir. Elə o gündən gənc ifaçı xalqın tanıdığı, sevdiyi xanəndəyə çevrilir. Çox keçmir ki, Mənsum İbrahimov xalq artisti Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunur və o, 1993-cü ildən bir zamanlar aşiq olduğu Leyli və Məcnun operasında Məcnun rolunu ifa edir və bugünə qədər 142 dəfə bu rolun bənzərsiz ifaçısı olur. Bundan başqa, o milli opera səhnəsində Aşıq Qərib, Gəlin Qayası, Sevil kimi operalarda baş rollara həyat verir. Azərbaycan xalq və bəstəkar mahnılarının mahir ifaçısı, opera səhnəsinin bənzərsiz xanəndəsi Mənsum İbrahimov sənət yolu boyunca Azərbaycan muğam sənətini İran, Türkiyə, İraq, Fransa, Belçika, Amerika Birləşmiş Ştatları, Kanada və bir çox başqa ölkələrdə layiqincə təmsil edib, vətəninin və xalqının adını yüksəklərə qaldırıb. Eyni zamanda Mənsum İbrahimov uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur və Azərbaycan səhnəsi üçün onlarla xanəndə yetişdirib. Mənsum İbrahimov 1986-cı ildə həyatının Leylisi ilə ailə qurub. 4 övladı, 3 nəvəsi var. Xalqın sevimli sənətkarı 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. 2010-cu ildə Şöhrət ordeni ilə təltif olunub. O, prezident mükafatçısı, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü və Azərbaycan Milli Konservatoriyasının professorudur. Muğam Azərbaycan xalqının tükənməyən mənəvi sərvətidir. Təbii ki, bunu tarixin heç kim deyə bilməz. Çünki bunu belə əsərlərdən görsənir ki, ümumiyyətlə, muğam insanın yaranışına gedib çıxır. Adəmlə Həvvanın vaxtına. İnsan yaranışından muğam yaranıbdır. Yəni. Və bu bütün şərq aləminə məxsusdur. Amma təbii ki, Azərbaycanda özünə məxsus Azərbaycan klassik muğam məktəbi formalaşıbdır. Və hal-hazırda da daha təkmilləşmiş forması bizdədir. Çünki 3 pilləli tədris sistemi var. Uşaq musiqi məktəbi, musiqi kolleci və milli konservatoriya. Və ona görə də muğam Azərbaycan xalqının keçdiyi bütün tarixi özündə əks elətdirir. Muğam həm də eyni zamanda bir əxlaqdır, bir nümunədir. Muğam sənəti Azərbaycan üzey bəyan əsərlərində də bu var əlbəttə ki, Azərbaycanın demək olar ki, musiqisinin əsasını təşkil edir. 2 qoldur. Biri aşıq sənəti, biri digəri isə muğam sənətidir. Divanə, Məcnun, deyirlər mənə Məcnun, əhli aləm olsun, mənə bir cünun müsəllər, yarəm, yarəm, eşqlə qılaşına məni, birdən bana eşqdən etmə cüdaya məni, ay məni.
naz eylemeye inayetini ehli derdide yani ki çok belalara kıl müptela məni Azərbaycanda 7 əsas muğamımız var. 7 lad üzərində qurulubdur və o muğamdan törəmə muğamlar var. Kiçik deməli həcmli muğamlar var. Sonra zərb muğamları var. Sonra şikəstələrimiz var. Bunlar hamısı o muğam ailəsinə təbii ki daxildir. Muğam ümumiyyətcə əsasən tar, kamança və xanəndə. Üçlük şəklində təbii ki tarixən bu belə olubdur yaranışından. Xanəndə də əlində qaval, həm özün o deyək ki o da ifa olunan rənglər, təsniflərdə özün həm müşahidə eləyir, həm də bir atribut kimi əlində təbii ki tutaraq muğamı təbii ki ifa eləyir. Durma qapıda alında gözüm qaldı xalında, gedib anama deyim gəlim qalım yanında, hadi gözəl yar. Durma qapıda alında gözüm qaldı xalında, gedib anama deyim gəlim qalım yanında, hadi gözəl yar. Durma qapıda alında gözüm qaldı xalında, gedib anama deyim gəlim qalım yanında, hadi gözəl yar. Xanım ayrılmam səndən. Durma qapıda alanda gözüm qaldı xalında, gedib anama deyim gəlim qalım yanında, hadi gözəl yar. Durma qapıda alanda gözüm qaldı xalında, gedib anama deyim gəlim qalım yanında, hadi gözəl yar. Durma qapıda alanda gözüm qaldı xalında, gedib anama deyim gəlim qalım yanında, hadi gözəl yar. Durma qapıda alanda gözüm qaldı xalında, gedib anama deyim gəlim qalım yanında, hadi gözəl yar. Durma qapıda alanda gözüm qaldı xalında, gedib anama deyim gəlim qalım yanında, hadi gözəl yar. Durma qapıda alında gözüm qaldı xalında, gedib anama deyim gəlim qalım yanında.
öz deməli xarakteri var. Məsələn belə deyək də, çahargah muğamı sırf cəng, mübarizlik aşılayır insanlarda. Məsələn, Seygah muğamı daha çox o lirik hisslər, məhəbbət hisslər oyadır. Yəni, hər muğamın ovqatına görə, xarakterinə görə insanlara təbii ki, təsir qüvvəsi var əlbəttə ki. Azərbaycan muğamı, təbii ki, Azərbaycan xalqının təbii ki, bütün həyatında, necə deyim ki, böyük rol oynayır, böyük yer tutur. Mən belə deyim də, o keçirilən muğam müsabiqələrinin biz həmişə o nəticələrini biz görəndə ki, xalqımızın bizim muğamımıza, milli musiqimizə çox böyük bir təbii ki, məhəbbəti var, həvəsi var, istəyi var. Çünki bu bizim ölkəmizin, xalqımızın öz musiqisidir. Və əsasın kökün də təbii bünövrəsində bu təşkil edir. Ona görə də ki, mən düşünürəm ki, xalqımız həmişə muğama qarşı daha həssas, daha diqqətli olubdur əlbəttə. Əlbəttə, burada bizim dövlətimizin və xüsusi olaraq Heydər Əliyev Fondunun çox böyük, təbii ki, önəmi və rolu var burada. Heydər Əliyev Fondu yaranan gündən 2004-cü ildən başlayaraq muğamımızın yeni inkişaf dövrü başladı. Və 2005-ci ildən başlayaraq muğam televiziya müsabiqələrinə start verildi Heydər Əliyev Fondu tərəfindən. Şəxsən bizim əzizimiz Mehriban xanım Əliyeva tərəfindən, ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti. Və mən deyərdim ki, bizim muğamımızın bugün böyük arxası, dayağı və dəstəkçisi Mehriban xanımdır. Və artıq bugünə qədər 8 muğam televiziya müsabiqəsi, 6 beynəlxalq muğam festivalı və muğam müsabiqəsi keçirilir. Və hal-hazırda 9-cu muğam televiziya müsabiqəsinə artıq start verildi Heydər Əliyev Fondu tərəfindən. Artıq bugündən seçimlər başlayır, biz bölgələrə gedəcəyik. Sonra da may ayının əvvəlində artıq canlı efirlə biz xalqın qarşısına çıxacağıq. Yeni seçilmiş o 20-lik yeni gənc səslərlə. Və bax, bu işlərdə Heydər Əliyev Fondunun bizə çox böyük maddi və mənəvi dəstəyi var. Bugün bizim Azərbaycanın muğamının həm ölkəmizdə, həm bütün dünyada təbliğində bu fond çox böyük müstəsna rol oynayır. Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə muğamı qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycanlının mənəvi borcudur. Mən özümü çox xoşbəxt xanandalardan sanıram ki, ona görə ki, mən bu möhtəşəm müsabiqənin münsiflər heyətinin biri də mən idim, orada iştirak edirdim. Amma çox təəssüflənirəm ki, kaş bu müsabiqəni, bizim muğamatımızın bu səviyyəyə qalxmasını bizim Cabbar əmi, Seyid Şinski, Xan əmi, Hacı Baba Hüseynov və sairələri də görə biləyidilər. Onlar da mənim qədər sevinəydilər. Bir neçə illər bundan öncə muğam sənəti uçuruma gedirdi. Hətta mən özüm belə bir fikirləşirdim ürəyimdə ki, bəlkə ola bilər mən bu sənətdən uzaqlaşım. Sonra o muğam müsabiqəsi, bu muğam sənətkarlarına bu cür gözəl qayğı nəticəsində, verilən qiymət nəticəsində mən gördüm ki, haqq gəlir öz yerini tapır. Deməli, muğam ifaçılarının arxasında, necə deyərlər, onlara kömək edən gəldi. Haqq nazilər, amma üzülməz. Necə ki, bizim bu muğamımız ki, nazildi, üzülmədi. Bu muğam sənətin, xanəndə sənətin həmişə bu el şənlikləri yaşadırdı. El şənlikləri indi formasını dəyişdirindən sonra bu muğama və muğam ifaçılarına bir kömək əlini uzadan Mehriban xanım buna baxmayaraq həm yaşlı nəsli, həm orta nəsli
çox dəyər verdi. Bu müsabiqə çox şey bəxş elədi. Yəni bütün dünya Azərbaycanlıları bunu qarşıladı. Azərbaycan televiziyası vasitəsilə yayımlandı və zənglərin ardı arası kəsilmirdi. Yeni cavanlar meydana gəldi. Gənclərimiz araya çıxdı. Yəni, bu o deməkdir ki, bizim muğamımız yaşayır. Yəni gələcəkdə bu bizim milli dəyərimiz olar. Musiqimizin şahı olan muğamımız yaşayacaq. Mən sevinirəm ki, bizim gözəl opera səhnəmizdə gözəl ifaçılarla, bax elə belə yeni səslərlə özünün bir daha yeni Leylisini, yeni əslisini, yeni Gülbaharını, Şah Sənəmini qazanır, bax belə bir müsabiqələrlə. Azərbaycanda çox böyük, tədrisə çox böyük fikir verilir. Yəni Azərbaycanın muğam sənəti ilə bağlı istər Milli Konservatoriyamızda, musiqi kollecində və uşaq musiqi məktəblərində Azərbaycanın bir bütün bölgələrində bu var və bizə olan zənglərə görə və biz təbii ki, o hansı ki, pedaqoji fəaliyyətlə məşğuluq və bizə deyirlər ki, çox böyük axınla kiçik yaş uşaqlar, gənclərimiz axınla bax bu muğam müsabiqəsindən sonra məktəblərə üst tuturlar. Biz bütün bu işlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma təşəkkürümüzü bildiririk. Azərbaycan televiziyasının çoxlu imkanlarını nəzərə alaraq dünyaya yayılmış bu proqram bir daha Azərbaycan muğamlarının, Azərbaycan musiqisinin, Azərbaycan alətlərinin, Azərbaycan xanəndələrinin dünyada təntənəsini göstərdi. Və bu layihə 50 milyondan artıq soydaşlarımızı bir daha Azərbaycana birləşdirdi. 50 milyonluq soydaşlarımız üçün bir bayrama çevrildi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 7 muğam layihəsinin müəllifidir. Və bu muğam layihələri müxtəlif mövzulara həsr olunmuşdur. Onlardan biri də Muğam Aləmi layihəsidir. Məhz keçirdiyimiz Muğam televiziya müsabiqəsi də ona aiddir. Bu layihələr artıq öz nəticəsini verir. Muğam sənətinin unudulduğu, mental yaddaşımızın bir sıra dəyərlərinin aşınmaqda olduğu bir məqamda Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğamlarımızı yaşatmaq, onun genetik yaddaşımızdakı kodlarını oyatmaq, təbliğ etmək kimi olduqca vacib bir işə başladı. Ümumilli lider Heydər Əliyevin arzu və istəklərinin həyata keçirilməsi istiqamətində Azərbaycan muğamları ilə bağlı layihələr təqdim olundu. Muğam İrs, Muğam Dəstgah, Muğam Ensiklopediya, Muğam İnternet, Muğam Antologiya, Muğam Aləmi və Muğam Mərkəzi layihələrində bu musiqi növünün unudulmuş səhifələri yada salındı. Bu layihələr rəngarəngliyi, xronologiya baxımından tarixiliyi ilə böyük əhəmiyyət daşıyır. Az keçmədən Mehriban Əliyevanın Azərbaycan muğamını yaşatmaq istiqamətində daha bir ideyası reallaşdı. Böyük zəhmət hesabına hazırlanan Qarabağ Xanəndələri albomu xalqın muğam yaddaşını özünə qaytardı. Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılan opera səhnəmizin ilk aktyoru, 83 yaşında belə tarın do kökündə heyrat oxuyan Cabbar Qaryağdıoğlu. Əvəz olunmaz səsi ilə musiqi mədəniyyətimizə gözəl incilər bəxş edən Keçəçi oğlu Məhəmməd. Muğam sənəti və milli ifaçılıq tarixində böyük rol oynayan İslam Abdullayev. Sənətdə özünə məxsus məktəb qoyan Məşədi Məhəmməd Fərzəliyev. Muğam sənətinin inkişafında öz dəstxətti olan Məcid Behbudov. Şərq musiqisinin incisi adlandırılan Seyid Şuniski. Azərbaycanın muğam ifaçılığı tarixində əfsanəvi səs tembrinə malik, səs diapazonu 3 oktavadan da yüksək olan Xan Şuniski yenidən yaddaşlara qaytarıldı. Heydər Əliyev Fondunun muğam sənətinin inkişafı və qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq
Azərbaycan muğamları layihəsi çərçivəsində Qarabağ xanəndələri musiqi albomu təqdim edildi. Biz bu albomu nə qədər bir tərəfdən böyük məsuliyyətlə, digər tərəfdən böyük məhəbbətlə hazırlamışıq. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq. Muğam bugün artıq təkcə Azərbaycanın yox, bütün dünyanın sərvətidir. Və bizim məqsədimiz muğamı qorumaq, muğamı inkişaf etdirmək, muğamın gözəlliyini, onun dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaqdır. Mehriban Əliyevanın muğamın dünya mədəniyyətinin şah əsəri statusunu təsbit etmək, onu yaşatmaq və təbliğ etmək, muğam ifaçılarının yeni istedadlı nəsillərinə şərait yaratmaq məqsədi ilə həyata keçirdiyi layihələrin sırasına daha biri daxil oldu. Muğam müsabiqələri. Birinci Muğam televiziya müsabiqəsi 2005-ci ildə baş tutdu. Heydər Əliyev adına sarayda Muğam televiziya müsabiqəsi 2005-in finalçılarının ifaları Azərbaycanın mədəni həyatında növbəti hadisə oldu. Çox böyük hadisədir, bizim milli sərvətimizdir muğam sənəti. Bugün muğam sənəti yaşayır və nə qədər ki muğam sənəti yaşayacaq, Azərbaycan xalqı da o qədər yaşayır. Bugün elə bir ki muğamın yeni dövrü başlayır. Heydər Əliyev Fondunun muğamın inkişafı və təbliği istiqamətindəki fəaliyyətinin davamı olaraq Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərarı alındı. Prezident İlham Əliyevin UNESCO-nun baş direktoru Xayişiro Matsuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməli qoyuldu. UNESCO kimi təşkilatın bu layihəyə dəstək verməsi qurumun xoşməramlı səfiri olan Mehriban xanım Əliyevanın nüfuzundan və səmərəli fəaliyyətindən xəbər verirdi. Bugün muğamımızın zənguləsi dünyanın mədəniyyət mərkəzi olan Parisdə eşidilir. Vaşinqtonda NATO kimi mötəbər bir qurumun yarandığı binada, Andrew Mellon auditoriumda dünyanın tanınmış siyasətçilərini heyrətə gətirir. Rusiya kimi nəhəng bir ölkənin paytaxtı Moskvada işıq üzü görən Baku jurnalı Azərbaycan muğamının dünyada daha bir təbliğatçısına çevrilir. Mehriban Əliyevanın baş redaktorluğu ilə Azərbaycan muğam tarixində incəsənətin bu növünə aid ilk tematik jurnalı olan Muğam adlı yeni nəşrin işıq üzü görməsi muğamlarımızın təbliği istiqamətində növbəti tarixi addımdır. Milli Konservatoriyamız yaranışından 25 il keçir və burada təbii ki, Muğam kafedrası var. Burada Azərbaycanın, mən derdim ki, ən görkəmli, ən tanınmış ustadları, bax bizim kafedrada cəmləşib, hamısı bizim böyük ustadlarımızdır. Biz onlarla əl-ələ verərək Azərbaycanın muğamın yeni sənətimizə gəlmək istəyən gənclərə öyrədirik. Təbii ki, onlara bu yol göstəririk. Təbii ki, o çətinliklər, hər bir işdə çətinliklər var əlbəttə ki. Çünki muğam sənəti daha çox mənəviyyatla bağlıdır. Muğam sənətinə daha çox təbii ki, dəstək lazımdır. Bu bir şou proqramı deyil əlbəttə ki. Ona görə də biz çalışırıq ki, onun ötəsindən özümüz gələk. Təbii ki, dövlətimiz bizə çox böyük dəstək olur, çox böyük kömək eləyir. Arxamızda bizim Azərbaycan dövləti var. Təhsil Nazirliyimiz əlbəttə bizə çox kömək eləyir bu baxımdan və eyni zamanda Heydər Əliyev Fondunun bizə çox böyük maddi və mənəvi dəstəyi var. Təbii ki, muğam artıq bizim həyatımızın bir parçasıdır. Biz onsuz özümüzü təsəvvür eləmirik. Hər hansı bir özəl bir tədbirlərimizdə də, məsələn, bayram konsertlərdə olsun, bizim televiziya kanallarında olsun, dövlət tədbirlərimiz olsun, hamısında bilirsiniz ki, bizim təbii ki, xanəndələrimiz, bizim muğam ifaçılarımız həmişə təbii ki, başda olurlar, həmişə ən hörmətli və hər zamanda bizim dövlətimiz tərəfindən bu ustadlarımıza yüksək təltiflər olubdur. Onlara böyük diqqət və qayğı var əlbəttə. Muğam sənəti hər dövrlə ayaqlaşır. Mən belə deyim, muğam nə qədər qədim
qədimdirsə, o qədər də müasirdir. Muğam bəşəri bir musiqidir və ona görə də insanın ruhuna bağlı olan bir musiqidir, ruh musiqisidir. Və biz də özümüz dəfələrlə olmuşuq və təkcə mən yox, bizim bir çox ustadlarımız da bunu təsdiq edir ki, biz Avropada və Amerikada və digər ölkəmizdən kənarda olanda konsertlər zamanı bizim milli musiqimizə, muğamımıza çox böyük məhəbbət və maraq, təbii ki, biz onun şahidi olmuşuq əlbəttə ki. Bir dövr vardı ki, məsələn, bu 90-cı illərin əvvəllərində, təbii ki, ölkədə bir müəyyən bir çətinliklər vardı və o dövr bizim milli musiqimizə də münasibət fərqli idi. Zaman-zaman təbii ki, bu enmə qalxma olubdur. Amma mən yenə də deyirəm, Heydər Əliyev fondu yaranan gündən, təbii ki, birinci olaraq bizim ulu öndərimiz yenidən hakimiyyətə gələndən sonra, yenidən o bizim xalq musiqimizə, bizim muğamımıza böyük diqqət və qayğı ilə yanaşırdı və sonra əlbəttə ki, bizim cənab prezidentimiz həmin siyasəti yüksək səviyyədə davam elətdirdi və o Heydər Əliyev fondu yarandı və o fond yaranan gündən də əlbəttə ki, bu günləri bizim milli musiqimizə olan maraq, o keçirilən muğam müsabiqələrinin nəticəsində bizim milli musiqimizə, muğamımıza maraq çox böyükdür. Mən bir-iki dənə misal çəkim. Biz bir dəfə Latviyada, Rigada bir konsert verdik, Qarabağ muğam qrupunla bir yerdə və orada o ölkənin prezidenti iştirak edirdi. Hardasa bu 7-8 il bundan öncə olan bir hadisədir və orada konsertdən sonra biz prezidentlə görüşdük. O öz deməli təəssüratını belə ifadə elədi ki, dedi mən bunu sözlərin anlamadım. Amma dedi mən belə qənaətə gəldim ki, bu yer musiqisi deyil. Bu kosmik musiqidir. Bu insanı alıb özünün arxasınca aparır. Və bir dəfə də biz 2011-ci ildə Vomex festivalına getmişdik öz Qarabağ muğam qrupundan. Deməli, Danimarkanın Kopenhagen şəhərində. Orada bir Danimarkalı jurnalist bizim ifamızdan sonra çıxdı səhnəyə, Azərbaycanın bayrağını öpdü və dedi ki, mən bu xalqın qarşısında baş əyirəm ki, belə bir musiqisi var. Yəni, bax, bizim milli musiqimiz digər millətlərin nümayəndələrinə çox yüksək səviyyədə təsir edir, yaxşı mənada. Özüm o torpaqda doğulduğuma görə, əlbəttə o hissi mən tamam fərqli yaşadım. Çünki 30 il biz o doğulduğum o torpağa, daha doğrusu həsrət qaldıq. İllərlə onun həsrətini çəkdik, əlbəttə ki, dərdini çəkdik. Və nə yaxşı bizə ki, nə şükür bizə ki, Ali Baş Komandanın rəhbərliyi ilə bizim müzəffər ordumuz, igid oğullarımız 44 gün ərzində bir tarix yazaraq mənfur düşməni tarixi Dədə-Baba torpağımızdan qovdular. Allah şəhidlərimizin ruhunu şad eləsin, Allah qazilərimizə can sağlığı versin. Və 30 ildən sonra mən birinci Ağdama getdim. Torpağımız azad olunandan bir 5-6 gün sonra. Ağdam məscidində mən bir azan verdim. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resul. أشهد أن عليا ولي الله. أشهد أن عليا ولي الله. هيا على السلام.
Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Sonra o Ağdamın Xarabalıq meydanında xarici səfirlərə mən bir kiçik bir konsert verdim. 27-dən sonra Ağdamda Qarabaş kəsəsi səsləri. Ondan sonra əlbəttə ki, Xarı Bülbül festivalına biz getdik və ondan sonra bu günə qədər bəlkə sayın mən itirmişəm ki, nə qədər mən Qarabağa tədbirlərə, bu gün də elə demək olar ki, hər ayın o başı bu başı biz tədbirlərə gedirik. Biz o hissi gərək yaşayasan, çünki o 30 il həsrətini çəkdiyimiz torpağa yenidən getmək əlbəttə ki, hər dəfə gedirəm oradan qayıtmaq istəmirəm, sanki elə birinci dəfədir. Çünki o qədər biz həsrət qalmışıq o torpağımıza.
Bu gün o torpağı bizim dövlətimiz çox sürətli şəkildə abadlaşdırır, tikir, qurur, yollar çəkilir, yeni muğam mərkəzləri tikilir, mədəniyyət mərkəzləri tikilir əlbəttə ki. Və mən düşünürəm ki, biz artıq Qarabağımızda əbədi yaşayacağıq və orada böyük festivallar, müsabiqələr keçirəcəyik. Bayrağımız hər zaman zirvədə dalğalanacaq və bayram tonqalarımız da hər zaman Qarabağda alovlanacaq. Şuşanın dağları başı dumanlı, qırmızı qoftalı, yaşıl tumanlı, dərdinlə ölməyə çoxdur gümanlı, dərdinlə ölməyə çoxdur gümanlı. Ay qız buna qaş göz, bu nə tel, ölərəm dərdindən, onu bel, danışmasan da bana barı gör. Ay qız bu nə qaş göz, bu nə tel, ölərəm dərdindən, onu bel, danışmasan da bana barı gör. Xalqımıza can sağlığı arzulayıram, ölkəmiz həmişə əmin-aman olsun və xalqımıza mənim bir dənə tövsiyəm odur ki, hər zaman keyfiyyətli musiqilərə qulaq assınlar, milli musiqimizə qulaq assınlar.